Bugün Tofiq Bəhramov adına Respublika stadionunda idman istiqamətinin imtahanları keçirilir. Burada Dövlət İmtahan Mərkəzi tərəfindən infotur təşkil olunmuşdur. Bugün 62-ci komissiyanın imtahanları keçirilir. Bu komissiyaya ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi, kütləvi sağlamlaşdırıcı idman ixtisasları daxildir. Abituriyentlər bu komissiya üzrə 4 normativ yerinə yetirilir. Yerindən uzunluğuna tullanma, turnikdə dartınma, 100 metr və 1000 metr məsafəyə qaçış. Bu komissiyadan məqbul qiymət aldıqları halda abituriyentlər seçim zamanı həmin ixtisasları da seçə biləcəklər. Musiqi istiqaməti üzrə isə 20-21 instrumental ifaçılıq və 25-ci komissiya xanəndəlik üzrə ixtisas imtahanları keçirilir. İxtisas imtahanında abituriyentlərin ifa bacarıqları yoxlanılır. Bu imtahanlarda 6 və daha yüksək bal alan abituriyentlər musiqi üzrə nəzəriyyə imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.